dostlar, mən Şəhla İsmailova. Bu günləri sizlərə 2026-cı ilin ilk təqdimatını edirəm. Hər birinizdə xoş izləmələr diləyirəm. Məhsullarıma keçməzdən öncə sizlərə kataloqumuzu təqdim etmək istəyirəm. Hansı ki, bu kataloqumuzda da digər kataloqlarımızda olduğum kimi çox gözəl indirimlər, aksiyalar və yenilişlərlə dolu məhsullarımız var. Siz də əgər bu məhsullardan, yenilişlərdən yararlanmaq istəyirsinizsə, elə indicənə yazın mənə, qeydiyyatdan keçirdim sizi və ambar qiymətinə istədiyiniz bütün məhsulları əldə etmiş olun. Və həmçinin də kataloqda gördüyünüz bu iki gözəl ətirdən birini növbəti alış-verişinizdə hədiyyə olaraq əldə etmiş olun. İndi isə keçirəm məhsullarımızın demək olar ki, çox hissəsi yenilişlərdən ibarətdir. Hər kəsə xoş izləmələr diləyirəm. İlk öncə əvvəlki sevimli məhsullarımdan başlayım. Deməli, belə bir ləkə çıxarıcı vasitəmizdir. Toz şəklində olur. Baxın, bunu da sizə göstərim. Çox gözəl ləkələri, paltarlarda olan ləkələri aradan qaldırır və onu da qeyd edim ki, bu ləkə çıxarıcıdan istifadə edərkən 60 dərəcə və 90 dərəcədə paltarları yumaq lazımdır. Digər məhsullarımız isə Activity seriyasından olan belə bir gigiyenik pedlərdir. Xanımlar üçün nəzərdə tutulmuş. Deməli, hər paçkanın içərisində 20 ədəd olur və qablaşma şəkli baxın, belə bir formadadır. Növbəti məhsulumuz belə bir yeniliyimiz olan gül qoxulu makiyaj təmizləyicidir. Çox gözəldir. Mən bunun deməli üz yuma gelinə istifadə edirəm, tonikini istifadə edirəm və üz üçün skrabını istifadə edirəm. Çox gözəl qoxusu var və çox da gözəl təmizlik yaradır üzdə. Yəni super bir gül qoxusu gəlir məhsuldan. Əgər siz də gül qoxusunu sevirsinizsə, mütləq bu sizin seçiminiz olacaq və həmçinin də onu da qeyd edim ki, bütün növ dərilər üçün uyğundur. Digər məhsulumuz isə Salon Kare seriyasından olan belə bir saç maskamızdır. Hansı ki, Salon Kare seriyasından olan saç maskamızın həm burada gördüyünüz kimi şampunu var. Deməli, bu seriyanın tərkibində nələr var? Hamısını bir yığışda göstərmək istəyirəm sizlərə. Deməli, bu seriya saçları həm bərkidir, həm də qidalandırır. Tərkibində isə arqan və makadamiya yağı var. Əgər sizdə də saçlarınızda quruluq və yaxud da cansızlıq varsa, onda bu məhsullar tam da sizin üçündür. Bu məhsulumuz isə deməli, yenə də Salon Kare seriyasından olan belə bir yağımızdır. Hansı ki, bunları istifadə etdikdən sonra bu yağdan da nəm saçlara və istərsə də quru saçlarınıza çəkərək saçlarınızın qidalanmasına kömək edə bilərsiniz. Deməli, ilk öncə şampunu istifadə edirsiniz, sonra balzam, sonra saç maskası, sonra isə gördüyünüz bu yağı istifadə etmiş olursunuz. Deməli, həcmi isə 400 ml-dir, artikul kodu isə 10337-dir. Bunun da eyni zamanda həcmi 400 ml-dir, artikul kodu isə 10338-dir. Siz də bu məhsullardan alıb ürək rahatlığı ilə istifadə edə bilərsiniz. Deməli, saç maskamızın isə həcmi 350 ml-dir, artikul kodu isə 10339-dur. Maskamızın da tərkibini göstərmək istəyirəm sizə. Baxın, çox super maskadır. Əgər belə görə bilirsinizsə, baxın, içərisində simlər var. Saçlarınıza çox gözəl parlaqlıq və qidalanma bəxş edəcək. Qoxusu isə möhtəşəmdir. Qoxusu hardasa kokos qoxusunu xatırladır. Siz də alıb mütləq istifadə edin. Əgər saçlarınızda problemlər varsa, quruluq varsa, cansızlıq varsa, o zaman bu Salon Kare'nin bu şampun, balzamı və maskası, həm də ki, yağı tam da sizin üçün seçilmiş bir məhsul olacaq. Digər yeniliyimiz isə yenə də Salon Kare seriyasından olan şampunumuz, balzamımız, belə 2 fazalı keratin qulluq vasitəmizdir və bir də belə bir saç maskamızdır. Yenə də bunların da həcmi, deməli, şampunla balzamın həcmi 400 ml-dir. Artikul kodları 10330 şampunun artikul kodudur. 10331 balzamın artikul kodudur və bizim saç maskamız, hansı ki, keratinli saçlar üçün nəzərdə tutulmuş belə bir saç maskasıdır. Həm də ki, şampunlarımız da keratinli saçlar üçün nəzərdə tutulmuşdur. Və bunun artikul kodunu demək istəyirəm sizə. 10332 artikul kodudur. Bunu da göstərim sizlərə. Baxın, bunun içərisində simlər yoxdur. Amma çox da gözəl qoxusu var.
dəhşət bir qoxusu var. Bayaqçı bu seriyadan biraz şirin qoxu gəlirdi. Bundan isə çox sərin qoxu gəlir və super bir qoxusu var. Yəni saçlarınızdan dəhşət dərəcədə super bir qoxu gələcək əgər bu məhsulu alıb istifadə etsəniz. Deməli, bu məhsulumuz nədir? Bu məhsulumuz saçlarımızı yumuşaldır və aradakı o codluğu, saçlarda olan o codluğu, quruluğu dərhal aradan qaldırır və çox gözəl təravət hissi və yumuşaqlıq hissi bəxş edir. Bu isə bizim 2 fazalı qulluq vasitəmizdir. Yenə də keratin tərkiblidir. Bunu istifadə etməzdən öncə isə, deməli, bunu da artikul kodunu sizlərə deyim, 10333-dür, 125 millimdir. Deməli, istifadə etməzdən öncə yaxşıca belə qarışdırırıq. Baxın, deməli, bir fazaya döndükdən sonra saçlarınıza quru və yaxud da nəm şəkildə püskürdərək saçlarınızı qidalandırmış və qulluq etmiş olursunuz. Bu da bizim ikinci seriya yeniliyimizdir. Sonra keçirəm sizlərə ekspertin keratin maskası, hansı ki keçən videomda, keçən illəri təqdim etdiyim keratin saç şampunu və balzamının bu maskasıdır. Deməli, onları alarkən bu balzamdan yox idi, təəssüf ki, daha doğrusu saç maskasından yox idi. Ona görə bu dəfə sifariş verməli oldum. Bunun da çox gözəl qoxusu var, sərin qoxusu var bunun da. Digər Salon Kare seriyasında olduğu kimi çox gözəldir. Bu da keratinli saçlar üçün nəzərdə tutulmuş bir saç maskasıdır. Əgər sizin saçlarınız quru və cansızdırsa, onda bu maskalardan mütləq və mütləq alıb istifadə edə bilərsiniz. Deməli, sonra keçirik bizim digər yeniliyimizdən olan, baxın, kataloqumuzun da üzərində verilmiş bu diş macununu təqdim etmək istəyirəm. 2 ədəd idi, deməli, biri kakoslu, biri isə üzümlüdür. Mən üzümlü olandan seçmişəm. Deməli, qablaşmam. Deməli, bu bizim diş macunumuzdur. Fərqli bir qablaşmada, fərqli bir başlıqla, deməli, belə bir bağlı formada bizlərə təqdim olunur. Baxın. Burada da qeyd olunub, bu hissəyə çevirdikdə sizlərə teksturasını göstərmək istəyirəm diş macunumuzun. Baxın, belə bir teksturaya malikdir. Çox da gözəl qoxusu var. Baxın. Siz də əgər istəyirsinizsə, yəni bu mor rəngdə deyil də, bu qablaşmada olan rəngdə deyil. Rəngsiz bir formada bizlərə təqdim olunur. Siz də əgər istəsəniz, bu məhsuldan alıb istifadə edə bilərsiniz. Aha, indi isə keçirik digər məhsulumuza. Tenskin seriyasından olan 12 yaş üstü gənclər üçün nəzərdə tutulmuş belə bir mat tonlara, daha doğrusu dəri tonunu matlaşdıracaq bir kremi göstərmək istəyirəm sizlərə. Deməli, bu kremimiz kremimizi əlimin üzərində istifadə etdim. Deməli, bu kremimiz nə işə yarayır? Dəridə olan diskomfort hissini dərhal aradan qaldırır, dərini matlaşdırır və dərini nəmləndirir. Əgər istəsəniz, bu kremi həm də makyaj altı baza kimi də istifadə edə bilərsiniz. Digər yeniliyimiz isə Beauty Lab seriyasından olan belə bir konsiler gedir də, yəqin ki bu. Yox, korrektorumuzdur. Korrektorumuzdur. Bunu da sizlərə təqdim etmək istəyirəm. Artikul kodu 120-65'dir. Deməli, 5.5 millim həcmdə qablaşdırılmışdır. Baxın, çox da gözəl, fərqli tərzdə qablaşmaya malikdir. İndi isə əlimin üzərində sınamaq istəyirəm və sizə göstərmək istəyirəm. Baxın, belə bir teksturaya malikdir. Yəni Beauty Lab seriyasından olan bütün məhsulları çox bəyənərək istifadə edirəm və sizlərin də hər birinizə tövsiyə edirəm. İstər bunun qırış kremi olsun, istər qara maskası olsun, istərsə də makyaj altı bazası olsun. Yəni çox super və mükəmməl bir vasitələrdir Lab Beauty seriyasından olan məhsullarımız. Digər məhsulumuz isə
Belə bir əfsanəvi oksiyoloji seriyasından olan kremimizdir. Hansı ki bu kremi keçən videolarımda da təqdim etmişdim sizlərə. Deməli, istər hər hansısa bir həşərat sancmaları zamanı, istərsə də yanıqlar zamanı bu krem sizin köməkçinizə çevriləcək və anındaca sizin dərinizi bərpa etmiş olacaqdır. Artikel kodu 3529 olan bu kremi hər kəsə tövsiyə edirəm və 50 millim həcmə malikdir kremimiz. Siz də alın, istifadə edin mütləq ki. Digər vasitəmiz isə Greenly seriyasından olan belə bir deməli ətirləyicimizdir. Çox gözəldir. Qoxusunu çox bəyənirəm. Çox sevərək istifadə edirəm bu seriyanı və sizlərə də tövsiyə edirəm ki, siz də alıb istifadə edəsiniz. Digər yeniliyimiz isə belə bir duş gelimizdir. Hansı ki çox gözəl qoxuya malikdir. Deməli bu meyvəmiz Qarağat gedir də. Səhv etmirəmsə, bu meyvəni sevən hər kəs bu duş gelinə də çox belə bayılacaq və çox sevərək istifadə edəcək. Siz də əgər sevirsinizsə bu meyvəni mütləq ki alın, istifadə edin. Çünki buram meyvənin qoxusu gəlir duş gelindən. Digər məhsulumuz isə deməli Salonkari seriyasından olan belə bir saç boyamızdır. Hər zaman Expert seriyasından alırdım, amma bu dəfə istədim fərqli edim və bu Salonkari seriyasından olan məhsulumuzu da sınayım. Deməli, kraskanın, yəni qablaşmanın içərisində nələr var? Belə bir boyanın suyu var, yəni mayesi var. Sonra belə bir rəng var. Belə bir maskamız var. Bir ədəd əlcəyimiz və məhsulu necə istifadə edib, necə tətbiq etmək lazım olduğu haqqında belə bir vərəqcəmiz var. İnşallah ki, bunu da sınayıb sizinlə fikirlərimi bölüşəcəyəm. İnanıram ki, bəyənəcəyim məhsuldan biri olacaq. Salonkari seriyası çünki möhtəşəm bir seriyadır. İndi isə keçirik digər məhsullarımıza. Deməli, Salonkari seriyasından olan belə bir saç maskalarımızdır. Mən bunun qara rəngindən istifadə etmişdim. Çox belə bəyənmişdim də. Ona görə də ürək rahatlığı ilə ilk dəfə almağıma baxmayaraq, yəni bu seriyanı bilirəm ki, bunu da çox bəyənəcəyim. Baxın, belə bir qablaşmadır. Deməli, qablaşmada 7 ədəddir, 1 ədəd. Burada da 3 ədəd isə, baxın, bu hissədə qablaşdırılıbdır. Deməli, tərkibini də sizlərə göstərmək istəyirəm. Qablaşma bu hissədən açılır. Baxın. Belə bir teksturası var. Deməli, içərisində kiçik balaca hissəciklər var. Hansı ki, deməli, bu nə üçündür? Parlaqlıq, yumuşaqlıq, həm də qidalandırma vermək üçün arqan yağı ilə zəngin olan bu saç maskasını mütləq alın, sınayın. Çox möhtəşəm bir qoxusu var, dəhşət bir qoxusu var. Belə, yəni bilməsən ki, bu saç üçün bir vasitədir, az qalır ki, insan dadına baxsın. O qədər dadlı qoxusu var. Digər məhsulumuz isə yenə də Salonkari seriyasından olan sos maska, yəni sos vasitədir. Təcili yardım kimi. Saçlarınız qurudur, qırılma gedir saçlarınızda, haçalanmalar varsa, bax bu maskanı mütləq alıb sınayın. Çünki təcili yardım kimi köməyinizə çatacaq bir vasitədir. Bu qablaşmada da deməli 7 ədəd saç üçün nəzərdə tutulmuş maskalar var. Yenə də baxın, 6 ədəd bu hissədə yerləşdirilib, 1 ədəd isə bu hissədə yerləşdirilib. Maraqlıdır ki, görək bu maskanın teksturası necədir. Baxın, bu maskamızın teksturası sadəcə belə ağ bir adi maskalar, yəni bildiyimiz maskalar kimidir və teksturası da çox yumuşaqdır. Qoxusuna da baxın. Qoxusu da çox mükəmməl, sanki hər hansısa bir ətiri bu qablaşmanın içərisinə doldurulmuş kimi bir his verir adama. Yəni alın, mütləq alın bu maskalardan. Siz də sınayın, saçlarınızın qayğısına qalın. Deməli, keratinli saçlar üçün nəzərdə tutulmuş vasitədir bu. Əgər almaq istəyirsinizsə bu maskanı və bu dəsti belə alıb istifadə edə bilərsiniz. Əgər saçlarınız keratinlidirsə və həmçinin də bu keratin maskanı və bu keratin maskanın şampun və balcamını sizlərə tövsiyə edə bilərəm. Çünki artıq bunun şampunundan istifadə edirəm, çox da bəyənirəm. Bunları da inanıram ki, istifadə edib çox bəyənəcəyim bir məhsullara çevriləcəyini əminəm. Ona görə də əgər sizin saçınızda keratinlər varsa, bu maska, bu şampun, bu balzam, bu saç spreyi
və bir də bu maska. Həmçinin də keratinli saçlara bu maska və digər bu maskanın şampun və balzamını alıb istifadə edə bilərsiniz. Yox, əgər saçlarınızda keratin yoxdursa, yəni keratinsiz saçlar da alıb istifadə edə bilər. Sadəcə olaraq keratinli saçlar bəzən seçim qarşısında qalırlar ki, yəni hansı şampunu istifadə eləsinlər, onlar üçün də yəni can rahatsızlığıdır. Alıb ürək rahatlığı ilə istifadə edə bilərlər. Digər deməli qulluq vasitələrimizdən olan Salon Karinin deməli argan yağı və makadamiya yağı ilə zəngin olan bu vasitələri isə hər kəs alıb istifadə edə bilər. Saçlarının qidalandırılmasında və çox gözəl parlaqlıq verilməsində möhtəşəm bir məhsula çevrilmiş olacaqdır. Deməli bu günlük bu qədər. Məhsullarım artıq bitdi. Növbəti təqdimatlarımda görüşmək ümidi ilə hər birinizə xoş izləmələr arzulayıram. Bu günlük bu qədər. Sağ olun. Hələlik özünüzə yaxşı baxın. Növbəti videolarımda görüşmək ümidi ilə əgər videolarımı və təqdimatlarımı bəyənirsinizsə mütləq və mütləq kanala abunə olun. Bildirişləri açıq tutmayı unutmayın. Videolarımı like edin. Hələlik.